Baxırıq 59 nömrəli suala. Qohumluq əlaqələri ilə bağlı bir sualdır. Deməli, sual nədir? A-nın əmisi oğluna nəvəm deyən kişi A-nın anası üçün kim ola bilər? Deməli, biz nə etməliyik? Əvvəlcə çox uzaqdan gəlir də bu sual. Yəni A-nın əmisi oğluna nəvəm deyən kişi. Ona görə gəlin biraz yaxınlaşmaq üçün əmisi oğluna keçid eləyək, əmiyə keçid eləyək. Görək əmiyə nə düşür bu adam? Bu adam A-nın əmisi oğlunun nə idi və yaxud da A-nın əmisinin nə idi? Sonra oradan davam edərik. Sonra gələrik A-nın anasına baxarıq. Deməli, nə demək istəyirəm? A-nın əmisi, yəni A-nın atasının qardaşı. A-nın deməli atasının burada sxemlə təsvir eləmək bizim çox işimizə yarayır. İşimizə yarayır ki, aydın şəkildə görürük də bütün versiyaları, ehtimalları. Atanın qardaşı. Elə bura yazıram əmi. Qoy bilək ki, əmini gözümüzdən görək, əmi sözünü. Atanın paralelinə bir xətt çəkirəm, yəni atanın yanına da, eyni hüquqlu da, atanın qardaşı əmi. Əmi. A-nın əmisi oğlundan söhbət gedirdi də. Oğul. A-nın əmisi oğlu. A-nın əmisinin oğlu. A-nın əmisi oğluna nəvəm deyən kişi. Bu uşağa kim nəvə deyə bilər ki? Babası, nənəsi. Burada amma kişi dediyi üçün bilirəm ki, qadın ehtimallarını atıram. Yəni nənə məsələsini qoyuruq qırağa, ancaq babanı götürürük. A-nın onda babası. Yəni daha doğrusu bu oğlun babası buna nəvəm deyə bilər də. Bu əmi oğluna babası nəvəm deyə bilər. Bəs bu baba hansı babadır? Nəzərə alsaq ki, ata baba da ola bilər, ana baba da ola bilər. Yəni bu əminin atası da ola bilər bu şəxs. Bu oğlun anasının atası da ola bilər də bu şəxs. Yəni ata baba da ola bilər, ana baba da ola bilər. İndi başqa nə deyə bilərik? Bu qrafikdə, bu sxemlərdə başqa nə çəkə bilərik? Əgər əminin atasıdırsa, onda elə A-nın atasının da atasıdır da. Bunlar axı qardaşdılar. Qardaşdılarsa, onda bu atanın da atasıdır da bu kişi, əminin atasıdırsa. Bu oldu bir versiya. Bir də ki, yox əgər anasının atasından söhbət gedirsə, onda bu A-nın atasının elə bil ki, qardaşının qaynatası. Çünki bu oğlun anasının atası, bu ana ilə bu əmi ər-arvaddır da, anasının atası bu əmiyə qaynata düşür. Bu oğlun anasının atası bu əmiyə, başqa rənglə mən bunu göstərim, qaynata düşür. Qaynata, qaynata düşür. Onda buradan yanaşsaq, bu ata tərəfdən yanaşsaq, A-nın atasının qardaşının qaynatası. Amma A-nın atasına nəzərən vermir də bizə sual. Deyir, A-nın anasının nə idi? Burada da problem yoxdur. İndi A-nın bir dənə anasını da bura qeyd eləyək və baxaq. Amma iki versiyamız var. Ya bu atadır, ya bu atadır. Yəni ya ata babadır, ya ana babadır. İndi gəlin ata baba versiyasından gedək. Deyir, A-nın anasının nəyi ola bilər? A-nın anasının nəyi ola bilər? Kim? Məsələn, bunu götürsək, A-nın anasının ərinin atası. Ərinin atası nədir? Qaynata. Ərin atası qaynatadır. A-da var qaynata, B-də var qaynata. Deməli, qaynata versiyasını götürdük. İndi gəlirəm digər versiyaya. Digər versiya nədir bəs? Oğlun, yəni burada ana baba bu versiya. Elə olanda nə demişdik bəs? Demişdik ki, A-nın atasının qardaşının qaynatası. Elə bir versiya varmı, elə bir cümlə varmı? Biz amma anaya nəzərən getməliyik. Onda A-nın anasının, ərinin, qardaşının qaynatası. Belə çox uzaq gedirdi, amma fakt burada qaynının qaynatası. Bu sözləri biz burada görürük də, yəni variantlardan kömək almalıyıq. Yəni A-nın əmisi anası üçün nə düşür? Anasının, ərinin qardaşı. Ərinin qardaşı. Yəni nə? Qayın. Qayın. Qayının qaynatası. Yəni buradan baxın oxla elə bir şey getdik çıxdıq ora. Ananın qaynının, yəni əminin qaynatası. Gəldik çıxdıq o biri babaya. Yəni ki, düz gəlir. Qaynının qaynatası. Həmin variantda götürürük. Qaynının qaynatası. Bu iki dənə olan elə A-da və B-də var. C-də deyir ki, qayın. Elə qayın bu əmidir də. Bu əmi öz oğluna nəvə deməyəcək ki.
Biz gördük iki versiya var. Ya bu, ya bu. Ya ana baba, ya ata baba. Və o zaman da həmin şəxs bu ananın qayını ola bilmir. Qayın bu əmidir. Əmi də ortadadır. Əmi öz oğluna nəvə deməyəcək ki. Ona görə qayın olan C variantını atıram. D-da qayın var, atıram. E-də qayın var, atıram. Variantlar getdi. B-də əri var. Əri deyil axı. A-nın elə nə deyirlər? Anasının əri, elə A-nın atasıdır da. Bu nə digər babaların heç birinə uyğun gəlmir axı o ər olması. A-nın öz atası necə əmisi oğluna nəvəm deyə bilər? Bu baxımdan ananın da əri ola bilməz. Yəni biz çəkdiyimiz sxem üzərindən baxırıq. Ananın əri buradadır və o nə bura düz gəlmədi, nə bura ilə düz gəlmədi. Beləcə biz B-ni də atırıq. Bəs A-nı başqa necə götürə bilərik? Bəs A-da çünki hələ bir dənə var, deməli C, D, E getdi. B-da ər sözünə görə B da getdi. A-da əmi sözü var. Əmini necə düşünə bilərik? Əgər ki, belə düşünə bilərik ki, məsələn, bu qadının qaynatası demişdik də bayaq. Qaynata demişik də, məsələn, variantlardan biri kimi. Qaynatası bəlkə də elə bu qadının əmisidir, bir ehtimal. Bəlkə də əmi qızı, əmi oğlu evlənibdir. Və yaxud da ki, o biri kişini düşünək lap. Digər kişi üzərindən gedək, yəni buradakı baba üzərindən gedək. Bu əminin qaynatası idi da bu baba. Yəni ki, oğlun anasının atası. Oğlun, bu biri oğlun anasının atası. Düşünək ki, bu analar əmi qızıymış. Analar əmi qızıymış. Hə, o baxımdan bu ata da bu anaya əmi düşür də. Anın anasına əmi düşür. Elə bil ki, bu ata ilə əmi qızlarını alıblar. İki dənə əmi qızını alıblar. Bu baxımdan əmi variantında sübut edə bilirik. Cavab olur A variantı.